Çok əlamətdar bir gündə görüşürük. Bu gün qəhrəman şəhidimizin qardaşı Əhəd bəyin Qoyməzvətlidir. Şəhidimizin atası Davud kişinin ailəsində, ocağında şad. Çox xoşbəxtik, çox şadıq. Allah xalqımıza həmişə toy qismət eləsin. Qəhrəman şəhidlərimizin sayəsində, döyüşçülərimizin, qazilərimizin sayəsində, Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımız ən böyük problemi olan işğal problemini həll etdi və bugün bütün xalqımız rahat nəfəs alır. Azərbaycan bugün Cənab Prezidentimizin rəhbərliyi altında dünyanın ən əmin-aman 10 ölkəsindən biridir. Hərçəndi sülh müqaviləsi hələ bağlanmayıb, demək olar ki, müharibə şəraiti davam edir, amma Azərbaycan dünyanın ən əmin-aman ölkələrindən biridir. Bu, şəhidlərimizin sayəsindədir. Qəhrəman qazilərimizin, döyüşlərimizin sayəsindədir və təbii ki, Ali Baş Komandanımızın mahir siyasətinin nəticəsindədir. Bugün Azərbaycan xalqı qrup yaratmaqla məşğul, artıq gələcəyə baxır. Və bugün bütün Azərbaycan ərazisində abadlıq, quruculuq işləri gedir. Toylar, tədbirlər, xoş mərasimlər gedir. Çox şükür bu günümüzə. Allah bir daha heç bir ailəyə şəhid xəbəri gətirməsin, qismət eləməsin. Bundan sonra bütün Azərbaycan xalqına, o cümlədən ailələrimizin ən şərəflilərindən olan şəhid ailələrinə ancaq xeyirlər qismət eləsin. Bu gözəl gənc ailəyə, bugün bizim şahidliğimizlə təməli qoyulan ailəyə də hamılıqla Allah'tan xoşbəxtlik arzuluyuruq. Yar yanlardan olasınız, qoşa qarıyasınız, oğullu uşaqlı olasınız. Azərbaycan xalqından layiq, nümunəvi ailələrdən biri olasınız. Ailə də bir dövlətdir. Azərbaycan dövləti də elə ailələrdən ibarətdir. Bütün ailələr möhkəm olmalıdır. Gələcəyin əsgərlərin yetişdirməlidir, gələcəyin anaların yetişdirməlidir. Mən burada qəhrəman şəhidlərimizin valideynlərini gördüm. Çox şad oldum hər birinizi görməyimlə. Həmişə toylarda görüşək inşallah. Hamınızı salamlayıram, hamınıza böyük sevgim, hörmətim var, bilirsiniz. Allah sizləri qorusun. Davud müəllim, ürəkdən təbrik edirəm. Gözləriniz aydın olsun. Allah xoşbəxt eləsin, çoxlu nəvələr arzuluyuram. Allah bütün subaylara toy qismət eləsin. Gənclər, sizlərə də arzum, bir ağsaqqal olaraq nəsiyyətim. Mehriban olun, bir-birinizi dəstəkləyin. Siz ömürcün yoldaşısınız, ömrünüzün axırına qədər Allah sizə uzun və xoşbəxt ömür nəsib eləsin. Ömrünüzün axırına qədər bir yerdə yaşayacaqsınız. Yuvanız isti olsun, ocağınız isti olsun, işıqlı olsun. Ailənizdən həmişə gülüş səsləri gəlsin. Gözləriniz aydın olsun, Allah'a mübarək eləsin. Təbrik edirəm.